Növbəti mövzumuz oduncaq və metal məmulatlarının bəzədilməsi mövzusudur. Bəzəmə məmulatın hazırlanmasında ən sonda yerinə yetirilən əməliyyatdır. Biz bəzəməni hansı məqsədlərlə aparırıq? Bəzəmə oduncaq məmulatlarını çatlamadan, çürümədən, nəmdən qorumaq üçün, həm də onlara gözəl xarici görünüş vermək üçün aparılır. Metal məmulatları da korroziyadan qorumaq üçün biz bəzəmədən istifadə edirik. Oduncaqdan olan məmulatların bəzənməsində biz boyalardan istifadə edərək onları rəngləməklə də bu əməliyyatı yerinə yetirə bilirik. Boyaları hazır vəziyyətə gətirmək üçün biz həlledicilərdən istifadə edirik. Bu həlledicilər də iki cür olur: təbii və süni. Təbii həlledicilər əlif, çətənə və kətan yağlarıdır. Süni həlledicilər isə neft emalı məhsullarıdır. Oduncaqların biz bəzəmədən əvvəl quruduqdan sonra əvvəlcə onun çatların, deşiklərin doldururuq və doldurduqdan sonra onlar quruduqdan sonra biz sumbata kağızı ilə cilalayıb əlif yağı çəkirik. Yəni burada müəyyən bir ardıcıllıq var. Bu ardıcıllığı yadınızda saxlayın. Yəni əvvəlcə quruduqdan sonra oduncaq əvvəlcə çatları, deşikləri doldurulur. Bu doldurulduqdan sonra o doldurduğumuz məmulat da quruduqdan sonra biz sumbata kağızı ilə cilalayıb əlif yağı çəkirik. Mənimlə burada şəkil 1-də təsvir verilib. Burada rənglənmiş səthin kəsiyi göstərilib. Yəni 1-də boya, 2-də bütöv suvaq, 3-də astar, 4-də yerli suvaq verilib. Burada səhvlik hansı mərhələdə qeyd olunub deyə testlərdə qarşımıza çıxır. Biz burada astarın düzgün yetirilmədiyini görürük. Yəni astar düzgün yerinə yetirilmədiyinə görə biz səthə düzlük vermək üçün yerli suvaqdan istifadə etmişik. Yəni astar düzgün yerinə yetirilməmişdir burada. Əgər o düzgün yerinə yetirilsəydi, hər bir qat öz ardıcıllığına düzgün yerinə yetirilə bilər. Və yaxud da ki, müəllimlər, belə də qarşımıza çıxa bilər ki, məsələn, oduncağın səthində çat ola bilər. Bu çatı təmir etmək üçün biz yerli suvaqdan da istifadə edə bilərik. Yəni, hər iki variantda da qarşımıza testlərdə çıxa bilər. Bu hissəyə nəzər sala bilərsiniz. Suvaq çəkilən səth rəngsaz malası ilə hamarlanır. Quruduqdan sonra məmulatın səthi cilalanır, fırça ilə təmizlənir, ən sonda da rənglənmə işi yerinə yetirilir. Boya fırça ilə oduncağın lifləri boyu nizamlı hərəkətlərlə məmulatın səthinə hopdurula yaxılır. Məmulatın səthini daha tez və asanlıqla rəngləmək üçün süngərli valdan istifadə edirik. Rəngləmədən əvvəl fırça və süngərli val həll edicidə saxladılır. Çünki onlar yumşaqlıq verilməlidir ki, biz ondan rahat istifadə edə bilək. Rəngləməni bitirdikdən sonra da biz fırça və süngərli valı həll edicilərdə yuyub təmizləməliyik ki, daha sonra ondan istifadə etmək yenə mümkün olsun. Sərt poladdan olan detalların bəzədilməsinə məmulatının səthinin məxməriyyəyə və yaxud da ki, xırda zərrəcikli cilalayıcı sumbata kağızı ilə son emalı yerinə yetirmək üçün istifadə edirik. Dekorativ və paslanmaya qarşı örtmələrin yaxılması da sərt poladdan olan detalların bəzədilməsinə daxildir. Metal məmulatlarının səthini biz boyadan, lakdan, nazik metal qatından istifadə edərək, örtərək bəzəyə bilirik. Metal məmulatlarının səthinin qoruyucu oksid təbəqəsi ilə örtülməsi geniş tətbiq olunan üsuldur, bəzəmə üsuludur. Bunun üçün məmulat sobada qızdırılır və xüsusi qarışıqda soyudulur. Belə məmulatın səthi qara və ya tünd göy rəngdə olur. Bəzədilmənin bu üsulu qaraltma, zağlama da adlanır. Müəssisələrdə metal məmulatlarını paslanmadan mühafizəyə görə bəzədilməsini müxtəlif peşələr üzrə fəhlələr həyata keçirilir. Qala ilə örtməni qalayçılar, xrom, nikel və başqa metalları örtməni metallurqlar yerinə yetirir. Fəhlələr metalların və ərintilərin xassələrini, məmulatların bəzəmək üçün qurğuların quruluşunu yaxşı bilməlidirlər ki, bu işləri yerinə yetirə bilsinlər. Bəs biz hansı təhlükəsizlik qaydalarına əməl etməliyik?
Məmulatları yalnız taxta atlıq üzərində boyamaq lazımdır. Həll edicilərin və boyaların əl və yaxud da ki, üz dərsinə düşməsinə imkan verməməliyik. Məmulatları qızdırıcı cihazların yanında rəngləmək, boyamaq olmaz. Daha sonra oduncaq və metal məmulatlarının rənglənməsi üzrə işləri havası tez-tez dəyişdirilən otaqda yerinə yetirmək lazımdır. Məmulatı rənglədikdən sonra əllər sabunla yaxşıca yuyulur. Yalnız istifadəsinə icazə verilən boyalardan istifadə edilməsi mümkündür. Yəni icazəsi olmayan boyalardan istifadə etmək olmaz.